çox şey etmək istəyirəm, oxumaq, araşdırmaq, həyatımı düzəltmək, amma düşüncələrim dayanmır bir dəqiqə. Nə qədər özümə terapiyalar etsəm də faydası olmur. Sən çox qəzəblisən məsələn. Bu duyğuya, qəzəb duyğusuna təmas etmək o qədər çətin olur ki, onu məntiqsəlləşdirərək öz üzərində işləyirsən ki, bu öz üzərində işləmək belə deyil. Bu sadəcə məntiqsəlləşdirməkdir hər şeyi. Və bu məntiqsəlləşdirmək bir yerdən sonra çox güclü baş ağrılarına gətirib çıxardır. Hər nə qədər ilk vaxtlarda qorxma reaksiyası olsa da. Çünki o qədər hər şeyi düşünürsən, hər şeyi rəflərinə qoymağa çalışırsan, hər şeyi aydınlaşdırmağa çalışırsan və duyğuların qalır. Yəni heç bunu həll də eləmirsən. Və bir yerdən sonra tam da bu dediyimiz vəziyyətə düşürsüz. Yəni öz üzərimdə çox işləyirəm, amma faydası olmur. Çox güman ki, çox şeyi məntiqsəlləşdirmisiniz. Çox güman ki, duyğularınıza təmas eləmək mümkün olmayıb. Duyğulara yer açmaq mümkün deyil. Belə olan halda iki məsləhətim var. Ya terapiyaya gedin, psixoloqa, yaxud da terapiyaya gedə bilmirsinizsə, maddi səbəb ola bilər. Hər hansı məsələləri psixoloqla paylaşmağa hazır olmaya bilərsiniz. Özümlə görüşürəm yönləndirməsini eləyin. Ki, özümlə görüşürəm yönləndirməsini eləməkdə də bunu tövsiyə edə bilirəm. Çünki orada da məntiqsəlləşdirmirsiniz, duyğuya təmas edirsiniz. Bu səbəbdən onu məsləhət görürəm. Oturum mən nəyisə başa düşüm, ehtiyac yoxdur. Bunu kifayət qədər eləmisiniz və bu başa düşmək məntiqsəlləşdirməkdir, yəni qorxma mexanizmidir.